أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين. İstəyirəm bu nüktəni xidmətinizə ərz eləyəm ki, tarixə baxanda görürük Peyğəmbərimizin, İslam Peyğəmbərinin həsəb o nəsəbi, əsli, kökü gəlir çatır Bəni Haşimə, Bəni Haşim Qureyşə, Qureyş Ədnanın uşaqlarından, Ədnan İsmailin uşaqlarından və İsmail İbrahim əla nəbiyyina və aleyhisselamın uşaqlarındandır. Pəs həqiqətən İslam Peyğəmbərinin həsəb o nəsəbi gəlib çatır Həzrəti İsmail o Həzrəti İbrahimə. Amma bu mətləb burada başa çatdı. Bizə lazımdır ki, İslam tarixini, İslamdan sonraki bir tarixlər istəyəğin oxuyağın, yaxşıdır ki, İslamdan qabaqçı ərəblərin rəsmiləri ilə, onların adab-ı rüsumları ilə, əxlaqları ilə tanış olağın, görəğin onların xüsusiyyatları, vəziyyətləri, əxlaqları nə cür bir əxlaqdır. Onlar o cür bir ərəblər və qəbilələr ki, təqsim elədik, Ədnan qəbiləsi və Qəhtan qəbiləsi, xüsusən artıq sözümüz Ədnan qəbiləsinin haqqındadır. Bunların yaxşı sifətləri, pis sifətləri nədir? Nə cür bir əxlaqlara malik idilər? Ümumiyyətdə elə hər insanın özünə görə mümkündür həm yaxşı sifəti ola və həm pis sifəti ola. Elə sizin özünüz də çox bir insanlar görübsünüz ki, çoxlu pis xislətləri var, pis sifətləri var. Az yaxşılıq görsənir onlarda. İnsaniyyətdən çox uzaqdırlar. Amma nə olar, bununla belə görürük ki, bəzən mümkündür bir neçə dənə də gözəl, yaxşı sifətlərindən ola. Mənim özüm bir az müddət Azərbaycan məntəqəsində olmuşam. Orada mənim çoxlu dostlarım var idi. Cavanların birisi məndən dost olmuşdu. Gəlirdi, gedirdi, mənim yanımda otururdu. Saatlər məndən söhbət edirdi, mən də ondan həm söhbət olurdum. Soruşsaydım biləsindən, desəydim ki, ağaz sənin dinin nədir? Həmişə deyərdi, mənim dinim İslamdır. Heç vədə danmazdı ki, mən müsəlman deyiləm. Deyərdi, mənim dinim İslamdır. Deyərdim, düzdür, sənin dinin İslamdır. Amma sənin aran orucuna nə təhərdi? Deyərdi, aram orucuna yoxdur, mən oruc əhli deyiləm. Namazla nə cürsən? Sözün, söhbətin aran namazla nə cürdür? Namaz əhli də deyiləm. Oruc əhli deyiləm. Orucunu yerdi. Namaz əhli deyiləm. Namazını qılmayardı. Və başqa bir mühərrəmat-ı haram işləri ki, İslam onları haram eləyibdi, çoxuna da mürtəkib olardı. O cümlə haram işlərdən ki, həmişə mürtəkib olardı. Artıq vaxtlar həmin halətinə mənim yanıma gələrdi. Buydu ki, o mübtəla olmuşdu içkiyə və içki içərdi, şərab içərdi. Bir günlərim gəldi, oruçluq ayıydı. Mənim yanıma dedim, filan kəs, bilirsən ki, bu ayın ayıydı. Bu aya deyərlər Ramazan ayı. Dedim ki, xub, bilirsən ki, Ramazan ayında müsəlmanlara oruç tutmaq vacibdir. Orucu biləsinə tozih verdim ki, oruç yəni bu iş, beləncə olmalısan, bu işləri görməlisən. Dedi, bax müəllim, mən bu işlərlə yoxam, mən oruç tutan deyiləm. Dedim, ha, çünki mən bilirəm sən oruç tutan deyilsən, ona görə görürsən bu müddətdə də heç sənə deməmişəm ki, oruç tut günan. Dedim, mən səndən bir şey istəyirəm, gəl sən təəhhüd ver, qovlu ver ki, sən bu cür bir oruç tutasan. Dedi, nədir? Dedim ki, sən gəlginən içkini tərk elə, sən gəl şərab içməkdən oruc ol, oruç tut. Biz
oruc ayında su içmirik, halal bir şeylerden özümüzü çəkindiririk, tərk edirik. Sən gəlcənən şərabı içməklə, şərab içməkdən oruc ol, oruç tut. Dedi, ha, mən bunu qəbul edirəm. Bu yaxşı sözdür. Bu zehnimə batdı. Çox xoşu gəldi. Mənə qovul verdi ki, mən bundan bu yana oruç tutacağım. Yəni, nə mənə? Yəni, daha bundan bu yana günüzlər şərab içməyəcəyəm. Akşam başları gelirdi benim yanıma sual edirdim ki falani bugün orucudun ya xeyr? Deyirdi bəli müəllim mən sənə qol vermişəm ki orucam içməmişəm. Xulasa oruçluğun 5-10 gün ki az qalırdı qurtulam. Bu təəhhüd verdi, qol verdi ki mən oruc olam. Xob bu içki içirdi, namaz qılmırdı, orucunu yiyirdi. Ayrı bir işlərə də mürtəkib olurdu. Amma o cür bir pis xislətlərin və sifətlərin kənarında qovuluna da vəfa eləyirdi. Yəni təəhhüd verdi ki, mən daha bundan bu yana oruç tutam. Oydu ki, 3 gün, 4 gün, 5 gün, neçə gün bu cür vəziyyətdə oruç tutdu. Yəni daha şərab içmədi və axırda bir gün gəldi mənə dedi ki, filani, mən istəyirəm sənin kimin oruç tutam. Oydu ki, mən köməklik elədim. Bahəmlikdə mənim kimin oruç tutdu. İstəyirəm ərz eləyəm sizin xidmətinizə ki, pis insanların mümkündür, pis xislətlərinin kənarında bir neçə dənə də yaxşı xislət ola. İcazə versəz, geçərin İslamla qabaqçı ərəblərin bir neçə dənə yaxşı xislətlərindən sizin xidmətinizə çatdırım. O cümlə onların yaxşı xislətlərindən birisi buydu ki, əmanətə xiyanət eləməzdilər. Əgər birisi bir əmanəti qoysaydı onların yanında, onların bu təəhhüdü var idi ki, əmanətə xiyanət eləməyələr. İkinci gözəl sifətləri buydu ki, əgər əhd-u peyman bağlasaydılar birisi ilə, peymanlarını, əhdilərini, qovlularını sındırmazdılar. Peymanı sındırmağı, qovlu sındırmağı çox böyük bir günah bilərdilər özləri üçün. Öz əqidələrində sabit qədəm idilər. Möhkəm əqidələrin üstündə duran idilər. Və yaxşı öz növbələrində şeir deyə bilərdilər, şeir deyərdilər, şeir oxuyardılar. Yaxşı şücaətə malik idilər. Şücaətli bir insanlar idilər. Qorxmayan idilər. At minməkdə, tirkəmandan istifadə etməkdə çox maharət varları idi. Əllərindən bu iş yaxşı gələydi. Və heç vaxt düşmənə arxalarını çöndərməzdilər. Düşməni meydanda qoyub qaçmazdılar. Bu bunların yaxşı sifətləri idi. Nə işgalı var, nə eybi var ki, insan birinin yaxşı sifətlərini, pis sifətlərini deyəndə onun yaxşı sifətlərində deyə. Elə olmuyor ki, biz fəqət birinin pis sifətlərini görəyin. Bizə lazımdır ki, həm insanların xoş sifətlərini görəyin və həm pis sifətlərini görəyin. Hər halda bu neçə dənə xislət İslamdan qabaqçı ərəblərin yaxşı bir sifətləri idi. Amma bu neçə dənə yaxşı sifətin kənarında çoxlu bir pis xislətlərə bunlar malik idi. Və bunların bu pis xislətləri bais oldu ki, onlar həqiqətdən uzaq düşələr, insaniyyətdən uzaq düşələr və bu unvanda, bu adda tanınalar ki, cahili ərəblər, İslamdan qabaqçı devranda yaşayan cahil ərəblər. Onların çoxlu fəsadları var idi və pis əxlaqları var idi ki, o əxlaqlar, o pis əxlaqlar hər kəmalı, hər gözəlliyi, hər yaxşılığı aradan aparırdı ki, aparmışdı da. Və əgər olmayaydı İslam Peyğəmbərin risaləti, nübuvvəti, Peyğəmbərçiliyi müsəlləmən Allahın böyük bir bəlaları, əzabları gəlib onların nəslini aradan aparıb və həmmeşəliğə yox elərdi. Amma İslam Peyğəmbərinin o rəhmət və bərəkəti 6-cı qarnidə
demək olar İslamın nuru gəldi onları o fəsaddan, o vəziyyətdən, o pis hadisələrdən nəcat verdi və onların aqibət-u axirətini xətmi bi xeyr elədi. Amma burada lazımdır ki, biz gedəğin Qur'anın qapısına, görəğin Qur'an nə deyir onların haqqında. Qur'anın gözəl kəlamı var. Qur'an gəlir onların əxlaqlarını, fəsadı əxlaqilərini mətrəh eləyir, bəyan eləyir və onların cavabını gözəl verir. Qur'an Ən'am surəsində 151-ci və 152-ci ayədə belə buyurur. Allah Teala Peyğəmbərə xitab eləyir, buyurur: "Qul ta'alu etlu ma harrama rabbukum aleykum alla tushriku bihi şey'a ve bil valideyni ihsana." Ta ayənin axirine qədər Allah Teala xitab eləyir Peyğəmbərə, buyurur: "Ey Peyğəmbərim, sən bu cahili ərəblərə, onlara belə bəyan elə öz risalətiyin, peyğəmbərçiliyin, nübüvvətiyin hədəflərini onlara bəyan elə." Peyğəmbər buyurur: "Ay cəmaət, mən buna görə peyğəmbərçiliyə məbus oldum ki, gəlmişəm şirklə, bütpərəstliklə mübarizə eləyəm, şirk-i bütpərəstliyini aradan aparam." Çünki onların ən böyük dini o zaman onların içində bütpərəstlik idi. İnşallah vaxtında işarə eləyəcəyəm, bu haqqında söhbət eləyəcəyəm ki, heç zamanda bütpərəstlik o zamanki kimin onların içində rəvac tapmamışdı, rounaq tapmamışdı. Odur ki, Peyğəmbər buyurur: "Mən gəlmişəm bütpərəstliklə mübarizə eləyəm və onun yerinə yeganə pərəstliyini, xuda pərəstliyini inşallah bərqərar eləyəm. Və mənim ikinci işim budur: və bil valideyni ihsana." Ata və anayıza yaxşılıq eləyin, ihsan eləyin. Çünki o zaman ata və ananın elə bir hürməti yox idi. İslam gəlir, ata-ananı o qədər yuxarıya aparır, o qədər onlara qiymət verir ki, Allah Teala Qur'anda özündən sonra buyurur: ata və ananın xidmətində olun, ata-anaya hürmət eləyin, onlardan itaət eləyin, onların sözünə baxın və bil valideyni ihsana. O cümlə pis işlərdən birisi ki, onlar mürtəkib olmuşdular və heç bir insan özünə icazə verməz belənci bir işlərə əl qoya, qədəm götürə. Qur'an gəlib onu şiddətlə məhkum edir və öz nəzərini o haqda mətrəh eləyir. Onların pis işlərindən birisi buydu ki, qız uşaqlarını diri-diri aparıb topraq altında bastırırdılar. Qur'an buyurur: "Və la taqtulu awladakum min imlaq, nahnu narzuqukum və iyyahum." Adam öldürmək, evlad öldürmək, insan öldürmək, buna xatir ki, biz çatdıra bilmirik onların ruzisini verəğən, onların çürəyini, suyunu verəğən, haramdır. Fəqir o pulsuzluğa görə haqqınız yoxdur, qədəm götürəsiz, uşağınızı, əyalınızı, balayınızı, canciyərinizi öldürəsiz. Qur'an bunu ən çox pis və bədşum bir əməllərdən birisi hesab eləyir. Və la təqrabul fəvahiş ma zəhərə minha və ma bətən. O zaman çoxlu bir insanlar, o zamanın ərəbləri devran-ı cahiliyyətdə fəhşa və münkərətə, zinaya mübtəla olurdular. Zinanı bir növ izdivac sayırdılar. İslam gəlibdi, bu cür mətrəh eləyir ki, insanlar, mən gəlmişəm bütün pis işlərlə, zina ilə mübarizə eləyəm. Zinaya yoxun olmayın. Və la taqtulun nəfsəlləti harramallah illa bil haqq.
Ey insanlar, mənim şəriətimdə, mənim dinimdə adam öldürmək, qan töymək nahaq yerə əkidən mütləqən məmnudur. Heç kəsin haqqı yoxdur birini öldürə, qan tökə. Ki, əksinə o zaman ilin başı, ilin bütün aylarında illa bir neçə aydan sonra bunlar həmməşə müharibə edirdilər, həmməşə döyüşürdülər, toqquşurdular, vuruşurdular, bir-birin qanını tökürdülər. Ki, İslam gəlib buyurur: və la təqtulun nəfsəlləti harramallahu illa bilhəq. Və ha belə Qur'an buyurur: və la təqrabu maləl yetim illa billəti hiyə əhsən. Ey ərəblər, ey cahiliyyət devranında yaşayan bir insanlar, yetimin malını yeməklik haramdır. Onlar buna baxmırdılar ki, bu yetimin malıdır, qeyri yetimin malıdır. Hər yerdən ürəklər istəyirdi, yiyirdilər, hər kəsi istəyirdi, öldürürdülər. Və hər nə iş ürəkləri istəyirdi, yerinə gətirirdilər. Qur'an bilənçi bir işləri məhkum eləyir və xiyanət bilir. Və aful keylə vəl mizanə bil qist. Ay devranı cahiliyyətdə yaşayan bir ərəblər, bilin, mənim dinimin əsası ədalətdir. Alverdə az çəkməklik haramdır. Ki, belənçi bir işlərə onların diqqəti yox idi. La nukallifu nəfsən illa vus'aha. Mənim dinimdə Allah və təbarək və teala hər kəsdən onun qüvvəsinə qədər təklif istəyir. Və izə qultum fə'dilu və ləv kənə zə qurba. Və mənim dinimin istədiği budur ki, insan gərək dilindən düz söz istəyə. İnsanın dili gərək düz danışa. İnsan gərək dilini düz danışmağa adət verdirə. Mütəəssifanə onların pis işlərindən birisi də buydu ki, düz danışmaq işlərində çox az idi. Öz əhdilərinə çoxları var idi ki, öz əhdilərinə vəfa eləmirdilər. Amma Qur'an buyurur: və bi əhdillah ufu. Əgər biri ilə əhdi bağlayıbsız, əhdinizə vəfa eləyin. Hər halda bu bir sıra xislətlər idi ki, Qur'an gəlibdir, öz vaxtında onların keçmiş işlərini, pis xislətlərini, pis işlərini məhkum eləyib və o düz yolu bəşəriyyətin, insaniyyətin ixtiyarında qoyub ki, o yolu getmək insanı eləyə bilər saadətə və xoşbəxtliyə yetirə. Amma görək, İslam dinindən qabaq devranı cahiliyyətdə yaşayan ərəblərin məzhəbi, məktəbi, dini nə idi? Nə yaxşıdır burada biz gedəğin Mevləl Məvali, Əmirəl Müminin Ali əleyhissalamın qapısına ki, görəğin nə cür baxıbdır bunların fikrinə, zehninə, bunların məzhəbinə və dininə. Həzrəti Ali əleyhissalamın gözəl bir fərmayişi var. O ibarətdir bundan, gəlib onların məzhəbini bu cür təqsim eləyibdir. Buyurur, onların bir iddəsi, bir hissəsi, bir qisməti Allahın öz məxluqatına təşbih eləyirdilər. Yəni deyirdilər, Allahı ki biz ona pərəstiş edirik, qulluq edirik, onu qəbul edirik. Onun bizim kimin gözü, başı, qolu, qıçı vardı. Yəni Allaha əza qail idilər, Allahın əzayı bədən vardı. Bəziləri gəlib butlara pərəstiş edirdilər və özləri üçün müxtəlif bütlər cürlüyürdülər, daşlardan, ağaçlardan, müxtəlif formada, müxtəlif şəkildə. O cümlə bütlər ki, onlar o zaman onlara qulluq edirdilər, onlardan birisinin adı Mənatdır, bütlərin birisinin adı Latdır. Əlbəttə Mənat, nə Manat. Allah inşallah sizin hamınıza çoxlu bir manat qismət eləsin. Manat fərq edir mənatla. Butların adı Mənat.
birinin adı Lat, birinin adı Uzza, Hubal. Bu neçə dənə butudur ki, bunlara qulluq edirdilər. Və bu butlardan başqa ayrı bir mevcudata, gün kimin, güneş kimin, ay kimin ayrı bir mevcudata da qulluq edirdilər və onları özlərinə Allah bilirdilər. İnşaallah Allah deyən olsa, ömür baqi olsa, söhbətimizin ardını gələn cələsələrdə sizi hörmətli eşidənlərin və görənlərin xidmətinə çatdırırıq.